Deməli, Bacışka, bu seller accountda bir başqa işdə burada deməli IPI score var. Bu 555. Bu bizim ümumi kitabların depoya getməyi, ondan sonra nə qədər satış olduğu, nə qədər hesaba nəzarət olunduğu, yəni hesabla nə qədər maraqlanır. Bunun kimi şeylərdən Amazon bir skor, yəni bir qiymət çıxardır. Sənə bir balın olur. Bu da çox aşağı düşməməlidir. Yəni burada məsələn görürsən, ora vuranda sənə gətirib bura çıxardır. Burada bəzi şeyləri biz bəzi deməli parametrləri qaldıra bilirik yuxarı. Amma bəzilərini artıq heç nə edə bilmirik. Məsələn burada bu 34. Bu o deməkdir ki, yəni satışın nə qədər sürətli olur. Burada məsələn var yenə tutaq ki, çox uzun gözləməməlidir depoda mallar. Yəni, bunun kimi şeylərə görə ortaq bir bal çıxardır. Və bu bala görə də əslində satışlar müəyyənləşir. Məsələn, daha çox bal yuxarı olanda daha çox satış olur. Balın düşdükcə satışın da düşür kimi. İndi burada bir dənə deməli bizim eləyə biləcəyimiz bir şey var. Buradakı menudan gəlirik geri inventory-a, manage all inventory. Sonra burada yuxarıda bu search, suppressed and inactive listings var. Ora vurursan. Solda deməli out of stock. Bura vurandan sonra bu nədir? Bu o deməkdir ki, yəni biz bu kitabları satmışıq, amma out of stock görsənir, sıfır görsənir. Yəni sıfır görsəndiyinə görə də Amazon elə bilir ki, biz bunun daimi satıcısıyıq. Yəni bu sıfır görsənir, biz bunu yenə göndərəcəyik. O bizim hesabımızdakı listingdə gözləyir, amma sıfır kimi. Bu da bizim ümumi balımıza ziyan vurur ki, elə bil ki, sən hansı listinglərin var, güya ki bu mal bizə aiddir, amma hal-hazırda stokda mal yoxdur. Amazon da bunu gözləyir ki, bu nə vaxtsa göndərəcək. Ona görə də tutur bir hesablama aparır ki, sənin ümumi nə qədər malın var və stokda sıfır olan nə qədər var. Bunu da ümumi mala nəzərən şey edir. Sənə bir qiymət verir ki, bax sənə tutaq ki, 5000 ədədli şeyin var, bunun 2600-ü boşdur. Başa. Biz indi nə edirik? Biz bunu tutub silirik. Yəni bir hissəsini silirik ki, daha az görsənsin. Amma bunun hamısını silə bilmirik. Hamısını silsək, belə bir şey olur ki, məsələn, bu bugün alınan şey kitablardır. Bunun bir ay vaxtı var ki, bu dala qaytara bilər kitabı. Yəni qaytarılmalar da olur da. Qaytarılma da olanda o kitab əgər yaxşı vəziyyətdədirsə hələ də, Amazon onu tutur təzədən satışa qoyur, satır. O satışa qoymağı üçün də burada gərək o listing gözləsin. Biz onu silsək, artıq o kitabı satışa qoya bilmir geri. Deməli, bunu necə edirik? Bura girəndən sonra gəlirik aşağı. Buranı 50 edirik. 50. Buranı 50 eləyəndən sonra axırıncı səhifəyə, neçə səhifəsi? İndi hal-hazırda 53 səhifə var. Vururuq axırıncı səhifəyə. Görürsən, burada deyir 2 months ago. Yəni, bu artıq 2 ay keçib. 2 ay keçibdir ki, bu satılıbdır. Təzədən gəlirik ən yuxarı. Bura vuranda hamısını seçir. Hamısını seçəndən sonra deyirik ki, delete listings and products. Bunu delete edirik. Buradan təzədən geriyə doğru yeyirik. 53-ü eləmişdik, indi 52-ni edirik. Hansı ki, hələ də bir aya qədər, bir ay görsənənə qədər, daha doğrusu bir aydan aşağıya qədər, məsələn, 28 günə, 27 günə düşənə qədər bunu davam edirik bu prosesi. Gəldim, təzədən aşağı çəkirəm, 51 edirəm. Təzədən tutaq yuxarı çəkirəm hamısını seçmək üçün. Gəldim, hamısını seçdim, delete edirəm, delete. Silindi. Submitted görsənir hamısından. Təzədən gəlirəm 50-yə, bir də ən yuxarıya. Bunları sildim. Təzədən gəlirəm aşağı 49. Görürsən ki, burada nə qədər səhifələr var ki, satışı olub. Amerikada satışımız çoxdur deyə, burada uzun-uzun səhifələr var. Təzədən hamısını silirik. Ta ki, gəlib
28 günə, 29 günə çatana qədər. Okey. Bu da belə. İndi bunu davam eləmək lazımdır. Mən burada saxladım. Sən sonra davam edərsən bunda.